Hər kəsə salam. 4 ədəd alacalı soyulmuş badımcanı 20 dəqiqə duzlu suda saxlayıram. Tərəvəzləri göstərdiyim kimi xırdalayıram. Badımcanları kağız dəsmalla quruladıqdan sonra hər iç tərəfini bitki yağında qızardıb, sonra isə çəngəllə orta hissəsində oyuq qaçıram. Əvvəlcə soğanı qovururam, sonra isə soğanla birlikdə ətə. Üzərinə tərəvəzləri əlavə edib, yağa düşənə kimi bişirirəm. Sonda isə üzərinə damaq dadına görə ədviyyatlar və bir qədər doğranmış cəfəri əlavə edirəm. Badımcanların üzərinə qovrulmuş əti yığıb 30 dəqiqə sobada bişirirəm. Sonda isə istəyə görə üzərinə Holland pendiri əlavə edib 2 dəqiqə sobanın istisində saxlamaq olar. Hələlik.